Yani ev bizimdir, torpaq bizimdir, Qarabağ bizimdir, balalarımız da sahip çıxır. Ben bilirdim ki bu ölüm dirim savaşıdır. Biz hamımız ölərik. Gençliğim, itirilmiş gençliğim. Benim için Qarabağ itirilmiş gençliğimdir, itirilmiş hayatımdır. This is the new road that has just been built in the Karabakh Mountains. For Azerbaijan, this road leading to Shusha, the citadel city overlooking Karabakh, is the road to victory. In 2020, after several weeks of war, when Azerbaijani forces took Shusha, Armenia surrendered. It's always been said that whoever controls Shusha controls Karabakh. But since Russia negotiated the ceasefire in 2020, Russian troops have been present in Karabakh along the contact lines between the winners and the losers. This includes this entry point to the Lachin corridor, the only point of access to the Armenian town of Stepanakert, located in the plain below Shusha. Stop EKC! Stop EKC! Stop EKC! Stop EKC! Stop EKC! Stop EKC! EKC! Нет! EKC! Нет! EKC! Нет! Monitoring! Monitoring! Azərbaycan milləti qoruyacaq sərvəti. These demonstrations, organized by the Azerbaijani government, seek to demand control over mines in Nagorno-Karabakh. But the real issue is elsewhere. For several weeks, the sit-in has blocked the Lachin corridor, a vital axis for Stepanakert. This is a roundabout way for Azerbaijan to put pressure on Armenia to advance negotiations for a peace treaty, 2 years after the end of the war. When the ceasefire was called in 2020, the southern Nagorno-Karabakh and Karabakh territories lost in the First War were returned to Azerbaijan. So-called peacekeeping Russian forces are now deployed along the separation lines, such as on the Lachin corridor, a strategic road linking the enclave of Stepanakert to Armenia. Without a peace treaty, the situation is untenable. According to several UN resolutions, all of Karabakh belongs to Azerbaijan. And according to the 2020 ceasefire, Azerbaijan must ensure free movement in the Lachin corridor. What was not allowed since the 12th of December, when the protest started, was not to allow the transportation by this road to Karabakh of weapons, of landmines, and of Armenian military personnel. Azerbaijan has made its point on numerous occasions that this practice should be stopped, because you cannot talk peace and in parallel try to use this road in order to beef up your military potential inside Karabakh, preparing for another war. Whether under Azerbaijani or Armenian control, Shusha has always been a garrison town, and the region a military zone. Azerbaijan and Armenia both consider this territory to be part of their natural heritage and the cradle of their culture, even if the city is only the shadow of a reality that no longer exists. The First Karabakh War emptied Shusha of its inhabitants, mostly Azerbaijanis. Feridun Hacibeyli left town in 1992. Buranı artıq ermənilər işğal elədilər. Buradakı hər bir şeyi məhv elədilər, yerlə yeksan etdilər. Biz köçdük Bakı şəhərinə və biz inanmırdıq ki, biz Şuşaya qayıtmayacaq bir daha. 30 il keçəcək, biz buna əmin deyildik.
Bu ev isə mənim babamın evidir. Bax, burada biz yatırdıq, bax bu otaqda yatırdıq. Anamla mən yatırdıq orada, bu otaqda. İki il öncə gələndə bura çox duyğulandım, çox duyğulandım. Hətta göz yaşımı saxlaya bilmədim, ağladım. Sanki hiss edirdim ki, anamın, atamın ətri gəlirdi bu evdən sanki onların. Onların hazırladığı yeməyin qoxusunu duyurdum. O elə duyğulardır ki, onu sözlə ifadə etmək olmur. For Azerbaijanis, taking back Shusha meant awakening memories of another time, a time forever lost. Like the rest of the city, Feyruddin Hacebeyli's house is in ruins, and it will probably never be rebuilt. But the 18th century fortress once again proudly displays the Azerbaijani name of the city, Shusha. While one part of the city is in ruins, the other is under construction. With its bulldozers and cranes, Azerbaijan is preparing a new future for Shusha. As if a prosperous future without war were finally possible. Bu məktəb Şuşa məktəbidir, bir nömrəli, bir saylı məktəbdir. İnşallah başlamışıq, qutarmağına az qalıb, üzümüzə gələn sentyabr ayında inşallah uşaqlarımızın gəlib oxuyacaqlar, dərs keçəcəklər, savadlı insanlar olacaq, vətənimiz üçün layiqli evlatlar olacaq. Bizim də borcumuz odur ki, tikək, quraq, yaradaq. Allah prezidentimizin də canını sağ eləsin. Bugünkü gündə bu torpaqlarımızı yenədən qaytardıq xalqımıza. Bugünkü günlərdə də gəlib işləyirik. Ilham Aliyev, the Azerbaijani president, has kept the promise made by his father in power before him, to take back Shusha, the jewel of Karabakh, and the territories lost during the First War in the early 90s. From Azerbaijan's perspective, Karabakh was occupied by Armenia for nearly 30 years. No one here remembers when the fighting in Karabakh began, but history remembers the date as 1988, when Azerbaijan and Armenia were part of the USSR. For several years, fratricidal fighting tore the region apart. These were the years during which the USSR was disintegrating. When a ceasefire was finally signed in 1994, the two countries were independent, but debilitated. The First Karabakh War claimed more than 30,000 lives and displaced entire populations. In Azerbaijan, 750,000 people were displaced. 1 in 10 people became refugees in their own country, often hours away from Karabakh. In the capital of Baku, for example, camps and makeshift accommodation were installed. Today, the camps no longer exist. But it's only in recent years that a lucky few have been allocated modern apartments, such as these ones in the suburbs of Baku. All the inhabitants here are displaced persons from Karabakh. Ben Şuşadan çıxmışam 8 may 1992-ci ildə. Şuşanın işğalı günü. Və o vaxtdan Bakıda yaşayırıq. Artıq 30 ili keçib. Azərbaycanın o zaman ordusu indiki kimi deyildi. Ölkə zəif idi. SSR təzə dağılmışdı, iqtisadiyyat səpələnmişdi və biz
çox təəssüf ki, uduzduq və 30 illik bax bu məşəqqətli köçkün həyatına məhkum olduq və mən inanıram ki, bu ilin axırı qayıdırıq. Bax, bu evdə elə gün olmaz ki, bizim ailə üzvlərim, eşim, qızlarım, oğlum hər gün danışırıq, hər gün. Kerim Keremli and his wife Vasila are both from Shusha, but their children were born and raised here in Baku. They had never set foot in Karabakh until last year. Ailəlikcə Qarabağa qayıtmaq istəyirik, çünki bizim evimiz oradadır. Mənim özümün 23 yaşım var və mən gözümü açandan atam mənə öz doğma torpaqlarımız, bütün Qarabağın bütün torpaqları haqqında danışıb. Ona görə də oranı görmək elə də şərt deyil bizim üçün. Əsas odur ki, biz görməsək də atamdan daha çox məlumatlar öyrənmişik. Bütün oranı onun danışdıqlarından, təsvirindən gedib canlandırmışıq. Bizim için ev demək, vətən demək. Yəni biz 30 ildir oradan gedərkən düşmüşük, öz ata-baba yurdumuzdan. Əlbəttə ki, neçə ildir oranın həsrətindəyik. Əlbəttə dönüb yaşamaq istəyirik. Həyatımızı məhv ediblər. 30 il həyatımızı məhv edib. ...81-ci il Şuşa. Yəni, o vaxt bizim əlifbamız Kiril əlifbası idi. Bu mənim Şuşada çəkilən sonuncu şəklimdir. O zaman 81-ci ildə. Bu isə artıq Ukraynada universitetə qəbul olmuşam. Bunların hamısı Şuşadakı şəkillərdir. Bizcə bu İrəvana turist kimi getdiyimiz şəkildir. Azərbaycanda doğulmuşam, böyümüşəm, oxumuşam. Ermənistana getmişəm ekskursiya, gəzmək üçün. Gürcüstanda Sovet ordusunda hərbi xidmət keçmişəm. Ukraynada ali təhsil almışam. 5 il universitet oxumuşam. Aramızda sərhəd yox idi. Ermənistan da, Azərbaycan da digər 13 respublika kimi bir dövlətdə yaşayırdı. Bu SSR adlanırdı. Sovet Sosialist Respublikalar İttifaqı. Much like his life in Karabakh, the Soviet world in which Kerim Kerimli grew up quickly disappeared. Many have forgotten that the war in Karabakh was first a Soviet civil war before becoming a nationalist fight between two neighboring republics, one linked by the international dream of the USSR. For Azerbaijan, this dream came to an end on January the 20th, 1990, when Gorbachev sent the tanks to Baku and to demonstrators who were then demanding more autonomy for their republic. Siz o günü özünüz necə xatırlayırsınız? Mənə bu maraqlıdır. Bilirsiniz, o gün siz hamınız çox gəncirsiniz. Amma bizim həyatımızda çox ağır bir gün idi. Çünki insanlara avtobusda ateş açırlar, trolleybusda ateş açırlar, tanklarla maşınları əzirlər. Bütün əlaqələr kəsilmişdi. Televiziyadan heç bir məlumat almaq mümkün deyildi. 20th of January is Martyrs' Day in Baku. The whole country pays tribute to the victims of Soviet repression. And as in the past in the USSR, the red carnation is the flower of remembrance that commemorates the resistance and those who fell in battle.
On this day of national mourning at the Baku Military Cemetery, tribute is also paid to the victims of the last war, the War of 2020 in Karabakh. It's as though each generation has to lose its children, and the sacrifice of youth is inevitable. Bunlar mənim övladımın, burada yatan oğulların sayəsində azad olmuş torpaqlardan bir oğuzdur. Qarabağ torpağıdır. Şuşa torpağıdır, Fərid Şuşada şəhid olub. Fərid çox gözəl bir şəraitdə yaşamayıb. Özümüz məcburi köçkün olmuşuq Dağlıq Qarabağdan. Yəni normal həyatımız olmuyor. Yəni bir Fərid deyil, minlərlə Fəridimiz şəhid oldu, amma torpaqlarımızın bütövlüyü naminə şəhid oldular deyə. Onlar bizi bütövləşdirdilər. Yəni hər birin qürurla anılır. İstər 92 şəhidlərimiz, istər 20 yanvar şəhidlərimiz, hamısı bu torpaq olurlar. Yəni düşmüşəm əskəriyə, xidmətə getmişəm. Mən də elə qolumun elə bir üstə ət, sinət gedibdi, qıçamın əti yoxdur. 3 dəfə əməliyyat olmuşam. Mən o şəhid zirvəsini uzana bilmədim. Yəni mən o qədər istəyərdim ki. Amma mən Allah təala qulunum, yəni Allah qalanlara dəyməsin balam. Birdən o uşaqlarımız deyir ki, şəhid olmaq o qədər deyirəm o bala. Onu arzuluyursunuz. Arxada qalanı heç fikirləşirsiniz. İndi nə bilim, amma arxada qalana da çətindir, başqadır. Həyat elə bil ki, sönür da. Hər kəs fərd ola bilməz. Yəni heç kim fərd ola bilməz. Fərid Azərbaycanın fəxridir. Azərbaycanın ən böyük zirvəsini uzalır. Yəni o düzdür, nədir? Fərqli olmaqların deyirəm. Qərəfinin birini götür, birini vardı. No matter how much time goes by, the pain remains inconsolable. The last war was another deadly one. Within a few weeks, more than 3,000 men died on the front in the name of Karabakh. O da bizim şəhidimizdir, başgizir. Şuşa, Ağdərə, Laçın, bütün bölgələrdə başlayıb bizim döyüş bölgələrində. Hepsində də döyüşmüşük biz. Arkadaşlarımızı kaybettik, minaya düştülər, döyüş zamanı mermi gülləsinə tuş gəldilər. Arkadaşlarımızı kaybettik. Bizim borcumuzdur. Bizim o əsas odur qalib gəldi. Torpağına canımıza da keçməyə hazır idik hər zaman. Hər zaman yəni keçməyə. Olsa yenə canla başına getməyə hazırıq. Çünki biz Azərbaycanlıyıq. Və subhanəllazi xalaqal əzvacə kullaha mimma tunbitul arzu və min anfusihim və mimma la ya'lamun. Ve ayetun lehumul leylu neslehu minhun lehare ve izahum muzlimun ve şemsu 2 years after the war, people still need special permission to go to Karabakh and must pass several police checkpoints. Aside from the soldiers and workers, only a few families were able to return to live in the territories taken over in 2020. At the end of this road, which doesn't lead anywhere, the village of Agali is located in one of the most remote points of these territories, on the border with Iran. Agali has been rebuilt from scratch. It provides a glimpse of what life could be like in Karabakh. The lucky few who live here do not recognize their former home. Mən bu kətdən çıxanda mənim 31 yaşım var idi. İndi dönmüşəm 60 yaşım var. Əski ağalıya həqiqətən də bənzəmir. Əski evimiz o küncdə idi. O tərəfdə idi biz.
Bizim orada bizdə bu kəndin bir belə rəmzi vardı, bulağımız vardı. Biz bulağa yaxınıdıq. Bağ, bağat, cənnət kimi bir kənd idi. Cənnət idi, sanki bir cənnət idi. Zamanında ağaçlarımızın hamısını kəsdilər. Biz indi gördüyünüz gibi səhra alınıb burada, səhradır. İndi biz yeni fidanlar əkmişik, bax. Gələcəyə hamısı böyüyüb, qol-butaq atacaq. Qoy görsünlər ki, o qonşularımız, mən onlara qonşu da demək istəmirəm. O mənfurlar qoy görsünlər ki, o vəhşilər, cəllatlar görsünlər ki, həqiqətən də torpağı əhmək, becərmək, yaşatmaq, onun sahibi onu bacarar. Onlar bu torpağın sahibi deyildilər. Ona görə də onlar buranı viran qoydular. In the territories recovered in 2020 by Azerbaijan, entire cities have been wiped off the map. Under the Armenian occupation, all homes were systematically demolished. Nothing remains of life before the First Karabakh War, but ruins. Today, the whole region is a huge construction site. As if to resurrect the cities that have been lost, Azerbaijan is building roads, buildings, even schools among the ruins and among the mines. This is Agdam. Until the 1980s, it was the heart of an agglomeration of more than 100,000 inhabitants and the commercial hub of the entire region. Stepanakert and Shusha were barely 20 kilometers to the south. Here, the danger is underground. 150,000 anti-personnel mines have been buried by Armenian forces over the past 3 decades. ...93-cü ildə məsələn Ağdam işğal olunub ermənilər tərəfindən. Yəni 93-cü ildən bu günə kimi ancaq onlar bu işlə məşğul oldular ki, mina qoymaq, səddlər yaratmaq, yeraltı tranşeylər. Yəni bunlar 30 il ərzində, 27, 28, 29 il ərzində ancaq bu işlərlə məşğul oldular. Onlar fikirləşirlər, bəlkə həmişə qalacaq bura, amma fikirləşmirlər ki, biz öz torpaqlarımızı azad edəcəyik. Armenia and Azerbaijan engaged in an old-fashioned trench war here that resulted in occasional but deadly clashes over the course of nearly 30 years. After a spat of fighting in 2020, the Second Karabakh War began. Bura düşmənin postu olub, səngəri olub. Orada görünən ərazidə isə bizim ərazilərimiz yerləşib. Hərbiçilərimiz yəni yerləşib, belə deyək. En yaxın məsafələrdən biri də bura idi. Only a few dozen meters separated the two armies at the time. The Armenians and Azerbaijanis have now left these trenches, but the lines of contact have moved elsewhere in Karabakh. And the warring Caucasian brothers are yet to sign a peace agreement. In the meantime, the Karabakh exiles want to believe that one day they will return to the places of their youth, lost in the years of war, a world that has disappeared forever.